Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub. Belə ki, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini Güzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salahov balta ilə ağır xəsarətlər yetirib. Məlumata görə hadisəni törətməkdə təqsirləndirilən Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O narkotik alüdəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş. Salahov cəza çəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən Ceyhun həyat yoldaşı və qaynanasından tez-tez pul alıb narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmış. Ceyhun Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıbmış. Hadisə baş verəndə isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən Ceyhun həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulunun olmadığını deyib. Buna görə də ər-arvad arasında dava başlayıb. Dava zamanı Ceyhun evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən Ceyhun hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatla Salahov saxlanılıb.